Gəlin Olimpiya çempionu Zelim Kotsoyevin son müsahibəsindəki əsas məqamlara sürətli bir baxış keçirək. Söhbət Azərbaycanın judo üzrə Avropa, dünya və Olimpiya çempionundan gedir. O, 2025-ci ilin çətinliklərindən, qazandığı medallardan və 2026-cı il üçün böyük hədəflərindən danışıb. Birincisi, 2025-ci il onun üçün demək olar ki, bir bərpa və dözümlülük sınağı olub. Bilirsiniz, Olimpiyadadan sonra yığılan xırda zədələri sağaltmağa xeyli vaxt sərf edib. Buna baxmayaraq, dünya çempionatından bürünc medal qazanıb, hansı ki, özü üçün çox dəyərlidir. Çünki tam formada olmayıb. Amma ilin ən böyük məyusluğu İslam oyunlarının finalında son saniyələrdə öz səhvinə görə uduzması olub. İkincisi, və bu çox maraqlıdır, Kotsoyevin uğurunun sirri nəticədə deyil. O, prosesin özünə vurğundur. Onu motivasiya edən qızıl medal yox, məşqlərdən aldığı zövq və uduzmağa olan nifrətidir. Məhz bu yanaşmadır ki, onu ardıcıl 4 dünya çempionatında podiuma çıxarıb. Və nəhayət, üçüncü məqam. Bütün bu prosesə bağlılıq onu əsas hədəfə gətirib çıxarır. 2026-cı ildə Bakıda keçiləcək dünya çempionatı. Kotsoyev deyir ki, bütün zədələr artıq geridə qalıb və bütün fikri doğma divarlar arasında ən yaxşı formada olmaqdır. Reytingdəki yerinin isə onun üçün heç bir əhəmiyyəti yoxdur. Çünki əsas olan böyük yarışlarda qalib gəlməkdir. Bir sözlə, qarşımızda nəticəyə yox, prosesə köklənən və bütün enerjisini Bakıdakı dünya çempionatına yönəldən bir idmançı var.